G-Pop. Qardaşım hər şey yaşayır. Hər şey yaşayır, yaşadan yoxdur. Və Skandinaviya və Qərblə müqayisədə? Oranın xalqı artıq oturub. Necə deyim, onlar hər şeyi rockla düşünürlər. Niyə məhz yuxu? Yuxuda da görə bilməzdim ki, məsələn, bəzi şeylər ola bilir. Belə bir şey. Amma əslində İngiliscə anlamı da var bunun. Yuhu, dikto, sən kimsən? Beləncə anlamı da var əslində. Amma yuxudakı öz dilimizdə yuxu. Yuxuda da görə bilməzdim ki, sən bura gələ bilərsən. Məsələn, səninlə görüşə bilərəm. Yuxu üçün reallıq nə idi? Rocker kimdir? Protestant. Protest qrupu. İstəyirsiniz qulaq asın, istəyirsiniz qulaq asın. Biz sözümüzü deyirik. Yəni ki, düzdür, sevgi, məhəbbətdən də gözəl şeylər olur. Sözlər çıxır, mahnılar olur. Amma bizim mahnıların çoxsu demək olar ki, ədalət. Rockda daha çox cəmiyyətin hansı problemlərinə etiraz edilir? O qədər şey var ki, məsələn, mənim ələmdə niyə işıq yanmır? Bunu deyə bilərəm. Niyə asfaltı qırmısınız? Bunu deyə bilərəm. Yəni, o qədər şey var ki, protest edilmək üçün. 90'larda auditoriyanı cəlb etmək daha asan idimi? Təbii ki, o vaxtı daha asandır. Rock, yəni, necə deyərlər, kütləsin toplamaq daha asandır, nəinki indi. Çünki SSR dövründə rock nə deməkdir? Rock qadağan olunan bir şeydir. Həmişə insanları qaçar, qadağan olunan yerə. Digər rock qrupları ilə rəqabətiniz olubmu? Rəqabətimiz yoxdur. Biz yalnız Rokoko vardı bizdə. Hamımız qardaş idik, dost idik. Belə şey yoxdur. Ha, bu belədir, bu belədir. Məncə, bunu rockerlər özləri yaşatmalıdır. Gərək bir mərkəzləşmə olmalıdır. Yəni ki, bir mərkəz olmalıdır ki, yəni ki, orada bir rock klub olmalıdır. Hansı ki, rockerlər yığışmalıdırlar bir yerə. Niyə əksər valideynlər rocku həzm edə bilmir? Yəni, rock o qədər ki, yəni, pis bir şeydir ki, ya. Bu, yəni, oğlu siqaret çəkir. Anası bilir ki, siqaret çəkir. Gündə köynəyin yanında, paltarın yanında üstündən təmbəki yiyəri 100% bilir bunu. Yəni, damlasa da, amma başqasına deyir, yox, mənim oğlum siqaret çəkmir ki. Düzgün deyir axı. Yəni, burada rock nə demək? Rock bir janrdır. Yəni ki, burada bir drive var. Ən sevdiyiniz parçanız? Mənim, şəxsən mənim, xoşuma gələn Məni sən düşündürən vardı parça. Dünya dəyişməyir, o var. Amma axırıncı albomlu parça var, Sir. Ən çox xoşuma gələn odur. Bizdə də valideynlərin içində belə bir şey var. Filankəsin qonşusu belədir də, mən soruşmadı o bir tərəfi. Necə yəni? Uşağım qoy rocker olsun, yəni gitara çalsın, məsələn, beləncə bir şeylərlə məşğul olsun, rəssam olsun, nə olsun. Yuxunun hansısa istəyi xəyal olaraq qaldı? Əlbəttə, rock opera yazmaq. Hətta yarımçıq qaldı, yəni. Elə bir şey xəyalımız. Nə bilim, bir şey olsa, yəni, əlbəttə, arzular çoxdur. Gənc rockçulara nə diləyərdiniz? Əgər bir şey eləmək istəyirlərsə, onu ürəklə eləsinlər. Yəni, sıfırdan da olsa başlasınlar.
Heç kimə qulaq asmasınlar. Yalnız ağıllı məsləhətlərə qulaq assınlar. Qulaq assınlar öz ürəklərinə. Öz istəyinə nail olmaq üçün özünə qulaq asmaq lazımdır. Bu belə. Ha, kimsə deyəcək ki, bu belədir, bu elədir, bunu belə eləmək, bunu belə eləmək. Sən özün özünə müəllimsən. Özün özündən bacara bilərsən. G-Pop.